Həyatınızda heç pendir halvası yemisiniz? Mən də ilk dəfə görürdüm. Bodrumdan aldığım Lələ Gülələrin videosuyla qarşınızdayım. Bu dəfə elə də çox məhsul almamışam. Aldıqlarım içərisindən ən maraqlılarını sizlər üçün seçdim. Pendir halvası biraz da bilirsiniz nəyə bənzəyirdi? Künəfənin içində olan pendirə bənzəyirdi. Biraz da sirkə dadı gəlirdi. Nə ilə bəyəndim, nə də ki elə pisimə gəldi. Bizim pullada qiyməti 4-5 manat arası olmalıydı. Ruffles'ın flamingotu üçünsə ürəyim getdi. Çox ləziz idi. Acılıydı. Acılı çipsləri çox sevdiyim üçün bunu da bəyəndim. Qiyməti isə 3-4 manat idi. Və üstəlik qat-qat aylar öncəsindən görmüşdüm və dadı mənə çox maraqlı gəlirdi. Ancaq nə yalan deyim, çox tərif olunduğu qədər də bir dad görmədim. Püstə dadı demək olar ki, çox az gəlirdi. Püstəsi də içində heç elə yox idi. 15 TL təxminən bizim pulla 70 qəpik falan olmalıdır. Növbəti də püstəli bir şokoladdır. Bunun qiyməti də 60-70 qəpiyə idi. Dadı ilə nə yaxşı idi, nə də ki elə pis idi. Münasib qiymətli olduğunu nəzərə alsaq məncə ala bilərsiniz. Və Gold Brownie reklamlarında görürdüm. Dadı adi browniedən biraz daha yaxşı idi. Karamel dadı hiss elədim. Migros brendinə məxsus 10 manata olan bu püstəni də almağınızı tövsiyə edirəm. Çox ləziz idi.